Kanala abunə olub videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sual dekabrın 28-i 11-ci siniflərə OTK buraxılış imtahanında salınıb. Belə bir məsələ verilib. Deyir, bərabər yanlı üçbucaqdır. Bura 2 santimetrdir. BD 10'dur. Bu bucaqda 60 dərəcədir. Bizdən üçbucağın oturacağı soruşulur. Üçbucaq bərabər yanlı olduğuna görə gəlin buradan bir hündürlüyə endirək. Və biz bilirik ki, bu hündürlük həm median, həm tən böləndir. Çünki bərabər yanlı üçbucaqda təpədən oturacağı endirilib. Və bu bucaq olacaq 30 dərəcə. Düz bucaqlı üçbucağın bucaqlarından biri 60, digəri 30 olacaq. Düz bucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. Yəni onun yarısı 5 olar. Digər tərəfdən bu hissə 7 santimetrdirsə, bu hissə də 7 santimetr olacaq. Çünki BH həm mediandır, həm tən bölən, həm hündürlükdür. Onda bizdən AC-ni istəyirlər. AC-ni də tapanda oturacaqda gördüyümüz ədədləri toplayacağıq. Düzgün cavab 14 olar.